Xədicə salamullahi aleyha, möminlər anası, Əhl-i Beytin anası, yəni bütün imamlar hamısı bu xanımın nəslindən dünyaya gəlib. Həzrət Əli əleyhissalam istisna olmaq şərti ilə. Xanım Xədicənin fəziləti haqqında çox danışmaq olar. Qısa bir hədisin məzmununu çatdırıram. Peyğəmbər xanımlarından biri, Peyğəmbər zövcələrindən biri Xədicə xanım dünyasını dəyişəndən sonra, Allah dərgahına qovuşandan sonra onu təhqir eləyir, ələ salır. Bir xanımdır, müəyyən xanım belə vəsf eləyir Xədicə anamızı. Həmra əş-şədəqeyn, əcuz, həmra əş-şədəqeyn. Əcuz, yəni qoca qarı, əcuzə qoca qarı. Qoca qarı, həmra əş-şədəqeyn nədir? Şədəq damağa deyilir, insanın damağına deyilir şədəq. Həmra qırmızı, qırmızıya çalan. İnsanın damağı adətən nə olur? Qırmızıya çalır. Bu da nəyə işarədir? Məcazdır, dişləri tökülmüş. Diş nə, ağız nə vaxt o damaqlar qızarır? Diş olmayanda. Deməli, bu Peyğəmbər zövcəsi Xədicə anamızı belə təhqir eləyir. Həmra şədəqeyn, yəni dişləri tökülmüş, beli bükülmüş qoca qarı. Peyğəmbər əxlaq sahibidir, Peyğəmbər ədəb sahibidir. Düzdür, Peyğəmbər həmən bu xanımı bir dəfə vurub. Özü nəql eləyir, indi düz deyir, yalan deyir, özü bilər. Hədisdə belə gəlir, ləhədəni fi sadri ləhdətən, sinəmə zərbə vurdu. İndi zərbə möhkəm olub, yumşaq olub, o ləhədənin mənasına getmək lazımdır, onunla işim yoxdur. Yəni, bu qadın o həddə çatdırıb ki, Peyğəmbər ona yüngül də olsa bir məst çəkib. Bu qadın Xədicə anamızı bu cürünə vəsf eləyir. Amma Peyğəmbər cavabında nədir? Peyğəmbər cavabında buyurur ki, Allah onun məhəbbətini mənə ruzi kimi verib. Rəzəqəni. Yəni, Xədicə xanımı Peyğəmbər sevib. Amma yerdə qalan xanımların haqqında belə bir şey mənə rast gəlməyib ki, Peyğəmbər özü desin ki, mən onu sevirəm. Peyğəmbərin adından deyənlər var ki, o məni sevir. Amma Peyğəmbər bu sözü deyibmi ki, mən onu sevirəm. Ona sevgi, məhəbbətim var. Mənə rast gələn Xədicə anamızın haqqındadır bu hadisədə. Peyğəmbər buyurur ki, Allah onun məhəbbətini mənə ruzi kimi verib və ondan mənə evlad verib. Diqqət eləyin, bu etiraz eləyən, bu narahatçılığı yaradan qadın və onun kimi digər Peyğəmbər zövcələrindən uşaq Allah vermir. Peyğəmbər iki səbəb gətirir Xədicəni müdafiə eləmək üçün. Bu zövcə Xədicəni aşağılayır. Peyğəmbər də xanım Xədicənin məqamını ucaltmaq üçün deyir ki, Allah onun məhəbbətini mənim qəlbimə salıb bir ruzi kimi və Allah ondan mənə evlad verib. Yəni, Məkkə müşrikləri məni ələ salanda, Məkkə müşrikləri, kafirləri məni təhqir eləyəndə, üçün belə deyək də, onlarda hər mühitdə belədir. Məsələn, 5 ailə bir yerə cəm olsun, bir ailədə 10 ildə, 15 ildə uşaq yoxdur. Onlar özünü necə hiss eləyəcək? Sıxılacaq. Hamının uşağı oynayır, ora qaçır. Ay, uşaq belə eləmə, ay, uşaq elə eləmə, amma bunlarda yoxdur. Bunlara bir təpkidə olmasa, özlərini necə hiss eləyəcəklər? Biraz narahat hiss eləyəcəklər, kaş bizim də uşağımız olardı. Ərəb mühitində bu bir təhqir idi. Yəni, Peyğəmbərin sonu. Əbtər, yəni nəslinin davam eləməməsinin kəlməsidir. Yəni, Peyğəmbər öləcək və bu gətirdiyi söz-söhbətdə nə olacaq? Bitəcək. Məkkə müşrikləri belə fikirləşirdilər. Peyğəmbər öləcək və gətirdiyi bu söz-söhbətdə bitəcək. Amma bu bütün Məkkə müşriklərinin tənəsini
xanım Xədicənin vasitəsilə Allah Taala bir nur qismət eləyir xanım Fatimə-i Zəhranı və Məkkə müşrikləri və onlar kimi insanların bu dedikodusu aradan nə olur? Götürülür və qaldırdıqları bu hakü də mənasız və faydasız olur. Yəni Peyğəmbərimiz xanım Xədicəni səmimi qəlbdən bir insan kimi sevib və Allahın bu sevgini Allaha bağlayır, Allahdandır və evladının olmasını da xanımın məqamını ucaltmaq üçün qeyd edir. Hər halda xanım Xədicənin namı əməlinə bir salavat hədiyyə eləyək. Allah